Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, həqiqətləri deməsəm bir yerdə dura bilmirəm də mən. Allah məni belə yaratıbdı. Bəli, həqiqətləri dediyim üçün mən hər zaman hədəf alınıram. Hər zaman mənə şər, böhtan, alçaqlıq eləyirlər. Eləsinlər, neynə? İndi Allah niyyətləri görür. Allah hər şeyi görəndir. Bizim işimiz, vəzifəmiz nədir? Doğruları, həqiqəti olduğu kimi danışmaq. Olduğu kimi danışmaq bizim borcumuzdur. Şəxsən mənim borcumdur. Mən deməli dostlar, bilirsiniz ki, istər Əliyev rejimi ilə bağlı, istər ortalıqdakı özünə bloger, siyasətçi, nə bilim mən mübarizə aparırım deyənlərlə bağlı olsun, mən hər zaman həqiqətlər demişəm olduğu kimi. Bəli, buna görə məni hər zaman hədəf alıblar. Buna görə hər zaman mənim onlara qarşı həqiqəti deməməyim üçün argument olaraq qoyurlar ki, bax, biz Əliyev rejiminə qarşı falan yerdə danışırıq, can qoymuşuq, kəfən giyinirik. Məsələ bu deyil. Bu argument deyil. Sənin haqqı danışmağın üçün sənə qarşı çıxmıram ki. Sənin bu milləti aldatdığın üçün sənə qarşı çıxıram. Sənin bu milləti ələ salıb heyvan yerinə qoyduğun üçün sənə qarşı çıxıram. Ay özünə bloger deyən, ay özünə siyasətçi deyən, ay özünə jurnalist deyən. Bəsdirin də bu qədər cəmaatı milləti allatmaq olar. Bu nədir belə? Bu milləti niyə ələ salırsınız siz? Deməli, dostlar, dünənlərim özünə bloger deyən bu gədələrin biri Orxan Ağayev. O keçəl gədə. Orxan Ağayev dünənlərim bir video paylaşıb ki, bəs Ələmdar adlı bir nəfər var, cavan oğlandı, saqqallı oğlandı, onun efirinə çıxır. Bəs ay aman, qoymayın Əliyev rejimi bura 2 nəfər adam göndəribdir. Həmən bu Ələmdarı izləyirlər. Məsələ də deməli nədir dostlar? Bunu Orxan Ağayev paylaşır, danışır bu yalanı. Təzdən də Qabilin efirində çıxırlar. Ələmdarı çıxardılar efirə. Həmən o Ələmdarda dostlar çıxır çöldə maşının nömrəsini göstərir. Şüşəsi qırılıbdır, o kimi kulenkalıdır. Deməli dostlar, söhbət necə olub? Bu Ələmdarın, bu da Berlində yaşayır Ələmdar dediyinə görə, Ələmdarın yaşadığı məhəlləyə polis bir maşını qovub. İndi o maşının sahibi bilmirəm, cinayət mi eləyib, maşın mı oğruyub, narkotik mi olub, nəsə varsa, polis bunun dalına düşüb, gəlib, maşının dalına düşüb, gəlib, bu həmən cinayətgəri, həmən bu Ələmdarın, Orxanın o efirinə çıxan Ələmdarın məhəlləsində diriyib tüpükə tutubdur polis, həmən maşını. Şüşəsi də qırıqdır. Yəqin ki, qapısını açmayıb, düşməyib, şüşəsini qırıblar polis. Sonra da belə kulenkalıblar, onu efirdən göstərirlər. İndi burada nəyi demək istəyirəm dostlar? Deməli, polis həmən cinayətgərin dalına düşüb maşını gətirib bu Ələmdarın yaşadığı məhəlləyə də tutuş gəlib. Gəlib orada qısnıyıb divara tutub, bunu Ələmdarla həmən Orxan Ağayev gətiriblər gündəmə ki, İlham Əliyev bəs adam göndərib Ələmdarı izləyirlər. Halbuki Ələmdarla zadla heç bir əlaqəsi yoxdur. Bu nə yalanlardır, bu nədir belə, nə biabırçılıqdır, ay Orxan Ağayev, ay Ələmdar, ay Qabil, bu nədir belə, bu cəmaatı niyə ələ salırsınız? Niyə bu cəmaatı barmağınıza doluyursunuz? Alman polisi bir cinayətçiyə müdaxilə eləyir, cinayətçi qaçır maşından. Gəlir indi bunlara tuş gəlib də bunun yaşadığı məhəlləyə. Gətirib burada tutub bunu Alman polisi yerə yıxıb, qandallayıb, aparıb tuturlar. Bunu görən Orxan Ağayev, nədir? Ələmdar gətiriblər gündəmə ki, Əliyev rejimi adam göndərib Ələmdarı izləmək üçün. Bəs polislər bunu görüb, o üçün bunun qarşısını alıb. Hamısı yalan. Böhtan, şər. Nə gərək var axı bu yalana? Niyə bu yalanı danışırsınız? Nədən axı? Axı bunun Ələmdarla nə əlaqəsi var? Ay Orxan Ağayev, Ələmdarın Əliyev rejiminə nə kimi təhlükəsi var? Niyə bu milləti alladırsınız? Niyə yalan danışırsınız siz? Olsun Qabilin özü də. Qardaş çıxardıblar efirə ki, ay aman nə bilim 2 nəfər gəldi bunu izləməyə. Yığışdırın da bu oyunlarınızı. Nədir bu? Bunu niyə gündəmə gətirirsiniz? Niyə durmadan belə paylaşırsınız? Hamınız özdə. Ay gəldilər, izləyirlər, 4 milyon veriblər, öldürəcəklər, asacaqlar. Ay kəfən geyinməmişdin bə sən. Və demirsiniz biz kəfən geyinmişik. Bunu niyə gündəmə gətirirsiniz durmadan? Hamınız danışırsınız. Niyə axı? Siz bunu danışanda Avropadakı, xaricdəki Azərbaycanlara güya ruh yüksəliyi verirsiniz. Yoxsa onlarda
qorxu mif yaradırsınız. Nə demək istəyirsiniz? Mən Avropadayam, oturmuşam. Siyasətlə məşğul olun, məni birliyə çağırırsan. Mən sizin ümumi hamınızın atdığınız bu addımı görüb necə qoşulum? Axı mən qorxağam axı. Məndən o qorxu mifini dağıtmaq üçün nə etməlisən? Ay Orxan ağay, ay Qabil, ay o birisi, ay tipoy yığını tipoy. Mən qorxuram. Qorxu mifi yaranıb mənim beynimdə, düşüncəmdə. Sən mifi necə dağıdasan ay Orxan ağay? Ay İlham Əliyev gəldi, öldürdü, astı, kəsdi. Nə bilim 2 nəfər göndərdi, izlədi. Bunun yanında da kəfənimizi geymişik, heç kəsdən qorxmuruq. Beləliklə sən məndəki qorxu mifini dağıda bilərsən. Ay nədir? Orxan Ağayev, Qabili, elə hamısı. Nədir bu belə? Hamınız belə bir kanaldan çıxırsınız, bir ağızdan gəlirlər. Özə qiymətinə qədər bilirlər ha. Paylaşırlar, deyirlər, gəlirlər. İlham Əliyev rejimi əməlli başlı demirəm, öldürə bilməz. Öldürər də, vurar da, söyər də. Bunun şahid olmuşuq, olubdu da. Amma bunu durmadan yaymağın nə mənası var ki? Güya siz bunu eləyəndə xalqa ruh yüksəli verirsiniz, xalqa motivasiya verirsiniz. Hə? Yanında da deyirsiniz, kəfənə sarılmışıq, kəfən geyinmişik. Kəfəni geyinən bunu niyə danışır efirdən? Nədir bu? Yığışdırın da bu artistliyinizi, bu alçaqlığınızı, yığışdırın da bu əclaflığınızı. Hə? Niyə yalan danışırsınız bu cəmaata? Niyə bu milləti ələ salırsınız? İşə baxırsan, Berlində Alman polisi bir cinayətkarın dalına düşüb, onu qısnıb divara, tutub həbs edib yerə yıxır. Bunu götürüb həmən bu Əlamdardır, Orxan Ağayevdir və Qabildir. Öz adlarını yazırlar ki, baxın ay millət, İlham Əliyev adam göndərib bizi izləməyə. Bəsdirin da, bu yalanları yığışdırın da. Bu fırıldağınızı yığışdırın da. Nə qədər yalan olar, nə qədər böhtan olar, nə qədər fırıldaq olar. Bu nəyin mübarizəsidir, bu nəyin siyasətidir, bu belə bloger mi olur? Bloger dediyim millətinə motivasiya verər, millətindəki o qorxu mifini dağıdar. Bloger belə olur. Bloger durmadan hər efirində deyir, gəlirlər, öldürəcəklər. Hatta ölümdən qorxursan, nə çıxmırsan bu yola? Sən bilirsən ki, səni öldürəcəklər, bunu niyə yayırsan? Kimə nə demək istəyirsən? Xalqın birliyinə səbəb olan addımdır. Bu ay Orxan Ağay, vay o birisilər. Hamınıza Mirzəliyə qədər hamınıza aiddir. Xalqı mübarizəyə çağıracaq bir addımdır. Ruh yüksəliyi verəcək, motivasiya verəcək bir addımdır. Bu nədir belə? Durmadan danışırsınız. Gəldilər, öldürdülər, astılar. Nə bilim, 4 milyon pul veriblər. Qiymətinə qədər deyir 4 milyon veriblər. Belə məlumatlı adamlarsınızsa, belə məlumatı dəqiq alan adamlarsınızsa, nədən Vidadi İskəndərli öldürülməmişdən qabaq bu məlumatı almadınız ki, Vidadi İskəndərlini öldürə bilməsinlər, öldürməsinlər, tədbir görəsiniz? Niyə eləmədiniz? Məhəmməd Mirzəli bıçaqlananda niyə 2 gün, 3 gün öncə tədbir görmürdünüz? Əgər belə məlumat alansınızsa, yəni qiymətinə qədər bilirsiniz. Sanki Əliyev rejimi bura göndərdiyi o alçaqları, vicdansızları, o nə bilim öz adamlarını, killerlərini, nəyini, elə bir ki, İlham Əliyev rejimi bunlarla danışanda Əfqan Muxtarlı, Qənimət Zahid, Orxan Ağayev, hamısı bunlarla bir yerdədirlər. Fikir verimizə qiymətinə qədər bilirlər, qiymətinə qədər. Adamın biri 4 milyon. Belə yalan nəyə lazımdır? Belə fırıldaq nəyə lazımdır? Belə fırıldaqlıqla, belə yalanla, böhtanla, fırıldaqla müxalifətçilik mi olar? Hə? Belə mübarizə mi olar? Belə bizi necə inandırırsınız? Nətər inandırırsın? Sən deyəcəksən, mən öldürməyə gəliblər. Nə var, indi gəlim ölüm mən orada. Mən ara çağırırsan sən. Amma sən belə danışmamalısan. Sən əksinə deməlisən ki, bəli, biz bu yolda ölümə gedirik. Bizimlə var olan qardaşlar, bacılar gəlin əl-ələ verək, bir iş görək. Təşkilatlanaq, bu rejimi devirək, meydana tökülək. İdeologiya qoyaq ortaya, ideologiyanın ətrafında birləşək. İş görək birlikdə, əziyyət çəkək. Bura Antalya'da dəniz qırağı deyil, əlini uzadıb kef eləsin. Yox, bura əziyyət meydanıdır. Bura ölüm meydanıdır. Bura həbs meydanıdır. Bəli, bu meydan belədir də, bəs. Şərəflərin meydanıdır da bura. Bunu deyin də cəmaata. Bu nədir belə hər gün, hər evinizdə deyirsiniz, gəlirlər, öldürəcəklər, asacaqlar, kəsəcəklər, nə bilim 4 milyon verdilər. Bəstirin də adamsız, adam balasısınız. Tərbiyəniz olsun, nə qədər alçaq oğraş adamlarsınız, nə qədər vicdansız, ləyaqəsiz, oğraş bir bloger oldunuz, oğraş müxalifət oldunuz. Nəsiniz, siz, nəsiniz?
Doğrudan da bizi xilas eləmək üçün gəlmisiniz siz. Doğrudan da bu hərəkətlərinizdən bizə motivasiya verirsiniz siz. Hə? Bizdəki qorxu mifini dağıtmaqla məşğulsuz bununla. Olmaz axı belə. Vallahi olmaz, billah olmaz. İğrənir insanlar belə şeylərdən. Eləməyin, etməyin. Alçaqlıq eləməyin, vicdansızlıq eləməyin. Özünüzü fahişə balası kimi aparmayın, bloger kimi aparın. Qətiyyətli olun. Diri olun, bu nə də belə? Həm deyir kəfəni giyinmişəm, həm də durmadan deyirlər, gəlirlər, öldürəcəklər. Kəfəni giyinən adam bunu niyə desin ki? Niyə axı? Kəfəni giyinmişəm, yola çıxmışam. Mən niyə deyirəm ki, məni öldürsün, nə varım ki? Allah istəsə, İlham Əliyevin əlindən ay Orxan ağayı, vay Qabil, ay digəri, sizi öldürəcək. Allah'a inancınız varsa, Allah'a sevginiz varsa bunu qanmalısınız. Başa düşməlisiniz ki, mən kəfənimi giyinmişəm, haqq uğrunda mübarizəyə girmişəm. Bu yolda mən ölərəmsə, Allah belə istəyər. Allah mənə verdiyi əmanəti məndən alır. İlham Əliyevin vasitəsilə. Bu da nə var ki? İnancı olan adam belə davranmalıdır. Bu nə də? Hər gün çıxırsınız efirə, öldürəcəklər, nə də? Bəsdirin də özünüzü cındır kimi aparmayın, bəsdirin nə də? İğrənir ya adam, bu nə də? Bu nə meydandır, bu nə mübarizədə belə? Rəzalət gəl var açıq, və gör. Bu milləti İlham Əliyevdə çox, bu rejimdə çox. Bunlar ələ salırlar, bunlar doluyurlar. Psixoloji olaraq möhkəm zərbə vururlar, bu millətə bunlar. Bəsdirin də olmaz axı belə. Sonra da çıxıram, həqiqətləri deyirəm, doğrular deyirəm, qardaş. Oluram xalq düşməni, oluram nə bilim, hakimiyyətin adamı. Niyə hakimiyyətin adamı olmalıyam? Sana deyirəm, anlatma da bizi. Axı bu millətin içində mənim kimi ayıq adamlar var axı. Başı işləyən, ağlı işləyən adamlar var. Bizi niyə anladırsınız siz? Nədən bizi ələ salırsınız? Kimsiniz? Bunu deməliyik də, belə şey olar. Bunlar haranın çırığıdır, haranın peysərlərdə gəlib töküblər ortalığa. Can qoymuşuq, kəfən geyinmişik, nə bilim nə qarmışıq. Kəfən geyinənimə baxıysan. Götünün qorxusundan ha baxsan efirdə deyir, gəldilər, öldürməyə gəlirlər. Məlumat almışıq, 4 milyon özdə. Adamın biri 4 milyon. Qiyməti nə qədər deyir? Hey, kül sizin təpənizi yerə soxum sizin kimi. Blogerin müxalifətini, boyunuzu yerə soxum, görün nə gündə sizəsiz. Axmaq heyvan sürüsü. Məndən bu qədər dostlar. Allah amanda qalın, həqiqətləri deməliyəm. Məcburam, kişi. Məcburam. Olmur belə, önümüz açılmalıdır. Yalanla, palanla, fırıldaqla, qorxu mifi yaratmaqla. Xalq onsuz da qorxur. Qorxu mifi xalqın beyinlərində var onsuz da. Bu mifin üstünə niyə mif gətirirsiniz? Xalqda qorxu mifi var da. Bu mifin üstünə niyə mif gətirirsiniz? Niyə axı? Bunu deməliyik də, qardaşlar. Yetər də artıq. Yetər artıq, boğaza yığılmışıq. Özünüzü bloger kimi, müxalifət kimi apar, nə oğraş kimi aparmayın. Bəsdirin də. Yetər də. Nəysə dostlar, məndən bu qədər. Allah amanda qalın. Mütləq ki, həqiqətlər deyilməlidir. Bəli, buna görə alçaqlıq eləyirlər mənə qarşı. Eləsinlər neynək? Allah niyyətləri görəndir. Amma bir gün bu ortalıqdakı bu alçaqlar, bu vicdansızlar oynadığı oyunları şam kimi əriyib çıxıb gedəcək. Şam kimi əriyib gedərsiniz. Çünki batil haqqa qalib gələ bilməz. Sizin oyunlarınız, yalanlarınız haqqa qalib gələ bilməz. Belə bir şey yoxdur. Mütləq ki, məğlub olasınız siz bu oyunlarınızdan. Mütləq ki, qazdığınız bu oyun quyusuna, fitnə fəsad quyusuna özünüz düşəsiniz. Özünüz düşəsiniz. Hər şeyin öz zamanı var. Sağ olun dostlar. Allah amanda qalın.